Esselamu Aleyküm ve Rahmetullah değerli izleyicilerimiz. Bütün kaynana yezinler yığılsın çünkü yezneye hediye olunacak bir tane evimiz var. Deməli ev var deyirlər. Arkada gördüğünüz gibi qala kimi evli bir tane tofu tüfeğinci eksikti. Yani doğrudan da Allah'a hamd olsun. Buranın sahibi çok möhkəm tikibdi. Deməli təxmin olarak 60 sot sahəsi var. 4 tarafı da bağlıdır. İnşallah ki ben etraflı evin içerisinde göstereceğim. Ev 2 katlı ve büyük normal otaqları var. İstəsəz buranı şallıq ev edə bilərsiniz. Mən elə görürəm. Çünki çox geniş otaqları var inşallah. Deməli ev var deyirlər. Balakən şəhərin ən gözəl kəndlərindən biri olan, qazmaya məxsus olan Cillik ərazisində, yəni ki bura qazmaya məxsus, qazma ərazisindən düşüb. Deməli Cillikdə çox gözəl evimiz var. Həmişəkim nə edəcəyik? Bismillah deyib çəkilişə başlayacağıq. Bismillah. Deməli magistral yoldan təxmini 200-300 metr məsafədə yerləşir. Çıxan kimi marşrutlardır və digər əhəmiyyətli obyektlərə yaxındır. Məktəblərə yaxındır. Allahın izni ilə qarşısından marşrutlarla keçir. Mən belə inşallah ilk öncə torpaq sahəsini göstərəcəm və keçəcəm evin içərisini göstərməyə. Evin də öndən görüntüsü bax belədir. Çox qəşəng, bahalı pəncərələr. Çox adam ikinci qatını kərpiçdən eləyir, amma bu qardaş hər iki qatını kubikdən eləyib və orta dirəkləri monolitdir, yəni kolondur, betondur. Belə göstərim inşallah. Doğrudan da çox gözəldir. Təsərrüfatını qurub, özü üçün işləmək istəyən qardaş və xanımlarımız üçün qəşəng torpaq sahəsi var. İçərisində təxmini olaraq bir 60 dənə də fındıq ağacları var. Ağaclar da orta yaş ağaclardır. Evin də çöldən görüntüsü budur. Çox gözəl, sağlam evdir. Qiymət də bazar qiymətindən qat-qat aşağı olacaq. Yəni bu qədər torpaqla, yəni mən təxmini deyirəm. Bu kadar torpaqdan bu ev doğrudan da bu qiymətə idealdır. İnşallah mən qiymət deyəndə deyəcəksiniz ki, hə, əxid izləyir. Baxın belə göstərim. Çox qəşəng. Bu sağ tərəfi də baxın belə dəmir konstruksiya ilə hasarlanmış bir yeri sağ tərəf baxın belə göstərirəm inşallah. Deməli bu qarşıda gördüyünüz ərazi də bura məxsusdur. Ta ki o şifri görürsünüz. Şifrə qədərdir. Şifirdən fındıq bağının arasından hasar çəkilib. O tərəf meyvə bağı kimi istifadə olunur. Meyvə ağacları əkilib, oranı göstərim. Baxın. Doğrudan da çox sərgəli bağdır. Əlhəmdülillah. Belə. Mən bir şey deməyi unuttum. O tərəfdən də, o başdan da yəni su keçir. Buradan da yəni ki. Baxın. Çox qəşəng. Bu tərəf də bura məxsusdur. Bax, belə göstərirəm Allahın izni ilə. Baxın. Burada yəni ki, meyvə bağı kimi istifadə olunur. Sərgəli. Gələcəkdə tikinti apara bilərsiniz inşallah əlavə. Özdə ən əsası nədir? Baxın, düz yolun kənarıdır. Düz yolun kənarıdır qardaşlar. Yəni yolun kənarı tupik zət deyil. Burada nə vaxtsa ev tikib, qəşəng gələcəyiniz üçün qohum əqrabanı yan-yana düzüb, qapıları da yola qoya biləcəksiniz. Keçirəm inşallah mən hara evin içərisini göstərməyə. İnşallah giririk evin içərisinə. Belə göstərim. Girişində qəşəng belə dəmir qapıları. Baxın belə göstərim. Yer monolitdir. Bax ikinci qatına fikir verin. İkinci qat da həmçinin kubikdir. Bütün elektrik sistemi tam olaraq çəkilib. Baxın belə göstərim. Alt mərtəbədə böyük zaldır. Buranı əlavə bölgə eləyərək otaqlara çevirə bilərsiniz. Belə göstərim Allahın izni ilə. Deməli ümumi olaraq 4 otaqdır. Bir otaqda əlavə olaraq uşaq otağı üçün nəzərdə tutulubdur. Deməli yuxarıda da sanuzel və sanitar qovşağı üçün nəzərdə tutulmuş bir yerdir. Buradakı gördüyünüz kimi dəmirdən yığılmış sağlam pilləkəndir. Dəmirdən yığılıb çox möhkəm. Baxın kolonlarına baxın. Atmalarına baxın. Betonlandır yəni ki. Betonlandır. Çox möhkəm tikilmiş evdir. Deməli baxın buranı göstərim. Pəncərələr bahalı pəncərələr 2 qat şüşədən istifadə olunub. Burada digər otaqdır. Ev doğrudan da çox böyükdür. Çox qəşəng və sağlam tikilmiş evdir. İndi çoxunuz deyəcəksiniz ki, bura babat qiymət var. Xeyr. 80 min zat deyil. Cəmi 65 min manata. Bir daha demək istəyirəm. Cəmi 65 min manata təklif olunur. Təbii ki, qiymətdə reallıq olsa, qardaşınız Allahın izni ilə qiymətdə indirim eləyəcək. Allah malzə mülkünüzə bərəkət versin. Esselamu Aleyküm və Rəhmətullah.